Salam, hörmətli valideynlər və uşaqlar. Biz bugün riyaziyyat dərsinin 43-cü səhifəsini yazmağa başlayırıq. Keçirik. Deyir, pul qabındakı məbləğləri adi və onluq kəsrlər şəklində manat ilə ifadə edin. Məbləğləri azdan çoxa sıralayın. Birinci bunu adi və onluq kəsrindən istifadə edəcəyik. Həm də manatla yazırıq. 5 manat, 1 manat, 6 manat, 6 manat 50 qəpik, 7 manat, 7 manat 25 qəpikdir. Yazırıq ki, misal, bugün ayın 16-sıdır. 16 manat. Misal 1. Aha, 7 manat 25 qəpikdir. Çünki deyir, bu da adi və onluq kəsrlər həm də manatla ifadə edin. Keçirik. Adi kəsr ilə 7 tam %25. Sonra onluq kəsr ilə 7 tam %25 manat ilə. Manat ilə 7 manat. Çünki qəpiyi buradan çıxırıq, getdi. Burada bir dənə 7 manat qaldı. Sonra deyir ki, 50 qəpik, 1 manat, 1 manat 50 qəpik, 2 manat 10 qəpik var. Adi kəsr ilə 2 manat 2 tam, yəni 2 tam %10. Sonra onluq kəsrindən 2 tam %10 manat ilə. Manat ilə də həmçinin eləyirik. Burada 10 qəpik getdi, 2 manat qaldı. Manat ilə. Ay, burada nöqtə qoymalıydım. 2 nöqtə başlayın. 2 manat. Ən sonuncuda da deyir ki, 10 manat, 10 manat 50 qəpik, 10 manat 55 qəpik, 10 manat 55 qəpik, 10 manat 58 qəpik, 10 manat 61 qəpik. Adi kəsr ilə. Adi kəsrlə oldu 10 tam %61. Sonra görsənmir. Onluq kəsr ilə bu da A qoymalıydım. Sonra onluq kəsrlə 10 tam %61. Sonra da manat ilə 10 manat. Bitirdik. Ay, bu da olmaz. Qoyun, yəni nöqtə qoymalıydım. Misal 2. Deyir, hər məbləği 3 müxtəlif üsulla manat və qəpiklərdə düzəldin. Bu məbləğlər ən az saydan pulla necə düzəltmək olar? Yəni, məsələn, birini deyirəm, 75 qəpikdir. Yazırıq, birinci, 75 qəpik. 75 qəpiyi və beləcəyik. Deyir, 3 müxtəlif üsulla manat və qəpiklə düzəldin, amma ən az sayda. Ona görə də biz beləcəyik. Birinci üsulla 75 qəpik. Burada manat yoxdur. 20 qəpik. Sonra bir dənə də 20 qəpik. Bir dənə də 10 qəpik. Bu ikinci üsuldur. İkinci üsulla da beləcəyik. 10, 10, 10, 10, 10, 10, 10. 1, 2, 3, 4, 5, 6, 7. 70 oldu. Bir dənə də 5 qəpik qoyacağıq. Üçüncü üsulda, yəni ən axırıncı üsulda beləcəyik. Bir dənə 10, sonra bir dənə də 20, oldu 30. Yenə bir dənə 20, 10, 30, 50.
50, bir dənə 5, 55, 60, 65, 70. Bir dənə də 3 qəpik, 73, 2 dənə də 1 qəpik. Yəni bunların hamısını mənim dediyim üsulda eləyəcəksiniz. Misal çəkəcəyik. Deyir ki, şəkildəki malların qiymətlərini onluq kəsrlə ifadə edin. Onların qiymətləri cəmini və fərqini tapın. Yazırıq ki, birinci 6 manat 30 qəpik. Üstə gələk. Aha, bu birinci. Sonra da deyir fərqlə tapın. Ona görə də biz 6 manat 30 qəpikdən çıxacağıq 3 manat 10 qəpiyi. 0, 2, 3. Sonra nə deyir? 25 manat 40 qəpikdən 20 manat 10 qəpik toplamayıq. Sonra çıxmalıyıq. Yazırıq. 40 qəpik. Oy, bura manat qoymadım. Başlayın. 20 manat 10 qəpik. Yəni 5 manat 30 qəpik qaldı. Ay, mən çıxdı mı? Heç olmaz. İndi topluyoruz. Üstə gələk. 20 manat 10 qəpik. Qırx 5 manat 50 qəpik elədi. Son keçək üçüncüyə. Ən axırıncıda da deyir ki, 13 manat 50 qəpikdən 12 manat 20 qəpiyə çıx. Yazırıq. 13 manat 50 qəpik. Üstə gələk. 12 manat 20 qəpik. Sonra çıxırıq bunu. Bir manat 30 qəpik elədi. Misal 4'ə keçək. Misal 4. Deyir ki, onluq kəsrlə yazın və hesablayın. Yəni bu manatları, manatla ifadəni onluq kəsrə çevirəcəyik. Yazırıq. Mən bir 6-7'sini eləyəcəm, qalanını özünüz eləyəcəksiniz. 50 qəpik. Üstə gələk. 2 manat 10 qəpik. 2 manat 10 qəpik. 0,6. İkincidə deyir ki, 10 manat 55 qəpik. 10 manat 55 qəpik. Üstə gələk. 1 manat 40 qəpik. 5, 9, 1, 1. Üçüncüdə deyir ki, 1 manat 20 qəpik. Üstə gələk. 2 manat 60 qəpik. 7 qəpik. 5 manat 50 qəpik. 7, 5, 5. 3 manat 42 qəpik. Üstələ 1 manat 34 qəpik. Sonra deyir ki, 5 manat. Üstə gələk 1 manat 61 qəpik. Üstə gələk 28 qəpik. 1, 9, 8, 6. 6 manat 89 qəpik. 7-ci hara düşür bu vaxt. 90 qəpikdən 70 qəpik çıxmalıyıq.
2. Sonra 1 manat 18 qəpikdən 1 manat 18 qəpikdən çıxmalıyıq 10 qəpiyi. 1 manat 8 qəpik qaldı. Keçirik bula. Sonra 5 manat 5 qəpikdən 5 manat 3 qəpik çıxacaq. Bu 8-ci idi. 8-ci. 5 manat 5 qəpikdən çıxacaq 5 manat 3 qəpiyi. 2 qəpik qaldı. 9-cuda da deyir ki 65 qəpikdən 22 qəpik çıx. 43 qəpik elədi. Sonra deyir ki 4 manat 44 qəpikdən çıxırsınız 14 qəpik. 4 manat 30 qəpik elədi. Sonra 7 manat 8 qəpikdən 7 manat 8 qəpikdən çıxacaq 2 manat 5 qəpiyi. 5 manat 3 qəpik. Bitti. Keçirik misal 5-ə. Qeyd cədvəli tamamlayın. Burada yazıbdır ki, malın adı, miqdarı və bir vahidin qiyməti məbləğ manatla. Yəni bu manat şəklidir. Yəni AZN. Burada da qarşısında yazıbdır əşyaları. Deməli, onun üçün biz belə bir şey çəkəcəyik. Cədvəl. Belə çəkməliydim. Onu 4 yerə böləcəyik. 1, 2, 3, bu da 4. Sonra da belləməliydik. Orada da hamısı 4 yerə bölünübdür. Sonra belləyirik. Cəmi 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə belə eləyiblər. 1, 2, 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6, bu da 7. İndi bunun hamısının adını yazırıq. Malın adı. Malın adı. Sonra miqdarı. Sonra bir vahidin qiyməti. Sonra da məbləğ. Yəni AZN şəklində. Burada hamısının adını yazırıq. Karandaş, bloknot, pomidor, pozan, nagil, sonra xiyar, ayran. Bir ədəd 20 qəpik. Bunlar da boşdur. 4 mü? 20 mü? 5 kilogram. 10 manat. 25 qəpik. 0 tam %75 mi? Hani manat. 3 metri. 3 mü? 0 tam %3 mü? 4 kilogram. 80 qəpik. Burada da 2 litr. 2 manat 20 manat. 2 manat 20 qəpik. Hamısını tamamladıq. İndi cədvəlin boş qalan yerlərini doldurmalıyıq. Bunun üçün deyib bir ədəd. Miqdarı bir ədəddir karandaşın. Deyib bir vahid qiyməti də 80 qəpikdir. 80-i 1-ə vuracağıq.
məbləğ 80 eləyəcək. Sonra deyir ki, məbləğ 20-dir və bir vahidin qiyməti 4-dür. 20-yi 4-ə böləcəyik, 5 eləyəcək. Sonra onu 5-ə böləcəyik, 2 eləyəcək. Burada da 0,75 manatdır. Burada da 25 qəpikdir. Ona görə də biz bunu beləyəcəyik. 25-i vuracağıq 3-ə. Neçə eləyir? 5, 1 yadda 75 elədi. Yəni 75-i 25-ə böləndə 3 eləyəcək. Miqdarı 3 dənədir. 3 kiloqram. Sonra 3-ün üstünə 3 gələcək. 0,6 eləyəcək. 80-i 4-ə böləcəyik. Yox. 80-i 4-ə vuracağıq. 3 manat 20 qəpik eləyəcək. 2 manat 20 qəpikdir, 2-yə böləcəyik. 1 manat 10 qəpik eləyəcək. Bu qədər sadə. Misal 6. Deyir ki, verilən miqdarı əsasən bütün mallar üçün ödəniləcək ümumi məbləği hesablayın. Burada deyir ki, miqdarı 2 dənədir. Bundan eynidir. Miqdarı 2 dənə, bunun da bir dənəsi 1 manat 3 qəpikdir. Bunun üçün biz 1 manat 3 qəpiyin üstünə 2 1 manat 3 qəpik gələcək. Vura da bilərik, fərqi yoxdur. 1 manat 3 qəpik üstəlik 1 manat 3 qəpik. 2 manat 6 qəpik elədi. Bir dənəsi 3 manatdır. Bundan da 5 dənə alıbdır alıcı. Bunun üçün biz 3 manatı vuracağıq 5-ə. 3 mə üstəlik 3 mə üstəlik 3 mə üstəlik 3 mə üstəlik 3 mə. Yəni 3-ü 5-ə vuranda 15 eləyir. Mən belə hesabladım tez. Bu da deyir bir dənəsi 1 manat 20 qəpikdir, amma bundan alıcı 3 dənə alıbdır. Ona görə biz 1 manat 20 qəpiyin üstünə 1 manat 20 qəpik üstünə də 1 manat 20 qəpik gələcəyik. 1 manat 20 qəpik üstəlik 1 manat 20 qəpik. 0, 6, 3. Bitirdik. Belə, görüşənədək, sağ olun.